Mağazada Sağlam Seçimlər rubrikasına xoş gəlmisiniz. Mən həkim dietolog Şəfa Yadigarova bugün sizinlə faydalı məsləhətimi paylaşacağım. Bugün görürsünüz ki, masada bənövşə rəngdə meyvə tərəvəzlərimiz var. Təbii ki, sual gələcək ki, nəyə görə məhz bugün bu meyvələri, tərəvəzləri seçmişəm? Çünki bunların xüsusi təsiri var və bu tərəvəz meyvələr bizim masamızda ön planda olmalıdır. Birinci növbədə nəyi vurğulamaq istəyirəm? Əgər hər zaman sağlam olmaq istəyirsinizsə, hər zaman zeyniniz və beyin qan dövranınızı düzgün və yaxşı çalışmasını istəyirsinizsə, bu meyvə tərəvəzləri məhz bənövşə rəngdə olan meyvə tərəvəzlərdən daha çox istifadə etməyi bizi məsləhət görürəm. Bənövşə rəngdə olan meyvə tərəvəzlərin içində daha çox antisianin maddəsi var. Antisianin maddəsi bizə necə təsir göstərir? Birinci növbədə zehni qabiliyyətimizi artırır, yaddaşı bərpa edir. Ən çox hal-hazırda yayılmış Alzheimer xəstəliyinin profilaktikasına təsir göstərir və təbii ki, bizim qocalmamızı qarşısına alır. Eyni zamanda onu da vurğulamaq istəyirəm ki, bənövşə rəngli meyvələrin, tərəvəzlərin içində daha çox polifenol var. Bu da bizim antioksidant fəaliyyətimizi daha da artırır, xərçəng hüceyrələrinin yaranmasını qarşısına alır. Onu da vurğulamaq istəyirəm ki, kim ki daha çox bənövşə rəngli meyvə tərəvəzlərdən istifadə edir, onlar mədə, bağırsaq və cinsi orqanlarda xərçəngini qarşısına almış olacaqlar. İstəyirəm birinci növbədə mavi gilədən başlayım, çünki mənim ən çox sevdiyim gilə meyvələrdən biridir. Sual verəcəksiniz niyə? Çünki həddən artıq çox vitamin C ilə zəngindir və immun sisteminə çox müsbət təsir göstərir və müxtəlif infeksion xəstəliklərinin qarşısına alaraq insanı hər zaman gümrah və tonusda saxlayır. Kim ki bunu gündə bir dəfə səhər yeməyində heç olmasa 100-150 qram yersə, o zaman siz artıq özünüzün cavanlıq hormonunuzu sintezinə artıracaqsınız, hormonal fonu bərpa edəcəksiniz və belə deyək, hər zaman tonusda olaraq enerji dolu olacaqsınız. İstəyirəm digər gilə meyvə haqqında danışım. Burada görürsünüz ki, üzümdür. Üzüm həddən artıq çox resveratrolla zəngindir. Hətta deyərdim, gündə 100 qram üzüm salxımını qəbul etsəniz, siz artıq özünüzün bədəninizdə cavanlıq maddələrinizi artıracaqsınız, hansı ki, resveratrol adlanır. Bu da sizə müsbət təsir göstərərək həm cavan saxlayacaq, həm hər zaman tonusda olacaqsınız və ən önəmli odur ki, enerji dolu olacaqsınız. İndi isə istəyirəm qırmızı kələmdən danışım. Qırmızı kələm ağ kələmdən fərqli odur ki, tərkibində bənövşə rəngli olan meyvə tərəvəzlərə xas olan antisianin var. Antisianin də bundan öncə vurğuladığım kimi bizim zehni qabiliyyətimizi artırır, amma bununla bərabər bizi tox tutaraq aclıq hissini aradan götürür və təbii ki, pəhriz zamanı çox gözəl arıqladıcı effektə malikdir. Eyni zamanda qəbizliyi aradan götürür, çünki tərkibində həddən artıq çox liflər var. Bu liflər bizim bağırsaq floramızı bərpa edərək bizə həm toxluq verir, həm qəbizliyi aradan götürür və təbii ki, bizi daha da cavan edir. İndi isə istəyirəm badımcan haqqında danışaq. Badımcandan həddən artıq çox yeməklər hazırlamaq olar. Bu da bizim pəhriz dövrümüzdə, hətta adi hallarda da çox faydalıdır. Mən hər zaman deyirəm, kim ki daha çox tərəvəzlərdən istifadə edir, onlar uzun müddət cavan qalırlar. Badımcanı daha çox istifadə etdikdə həm arıqlama prosesinə müsbət təsir göstərir və ən önəmli odur ki, bizim dərimizi cavan, şəffaf və eyni zamanda parlaq edir. Çünki tərkibində həddən artıq çox mikroelementlər, vitaminlər və ən çox vitaminlərdən də biri burada vitamin C-dir, hansı ki, bizim immun sistemimizə müsbət təsir göstərir. Əgər insan uzun müddət sağlamdırsa, təbii ki, o zaman insan necə qalır? Həm enerji dolu qalır, həm də cavan olur. Deyirəm, qırmızı kartof haqqında danışım. Bəzi insanlar düşünür ki, pəhriz zamanı kartof istifadə etmək olmaz. Mən deyərdim ki, kartofu istifadə etmək faydalıdır. Düzdür, tərkibində nişasta var, amma eyni zamanda tərkibində kali, kalsi var, maqni var və insanı tox tutaraq pəhriz dövründə də istifadə edə bilərsiniz. Amma bişmə şəkli çox önəmlidir. Bundan öncə vurğuladım ki, əsas o deyil ki, biz nə yeyirik, əsas odur onu necə yeyirik. Yəni, hazırlama qaydasından asılı olaraq kartofun glikemik indeksi dəyişə bilər. Glikemik indeksi nədir? Nə qədər ki, bədəndə şəkəri, yəni qanda şəkəri qaldırma ehtimalı artır. Əgər biz bunu düzgün şəkildə hazırlayırıqsa, o zaman glikemik indeksi artmır. Yox, əgər biz buna yağ əlavə edirik, qızartma edirik, təbii ki, o zaman glikemik indeksi artırır və bu da bizə faydadan çox zərər verir. İndi isə istəyirəm çuğundur haqqında danışım. Əziz xanımlar, hamiləlik dövründə daha çox istifadə olunan tərəvəzlərdən biridir. Nəyə görə məhz çuğundur? Çünki
Çünki kimdə ki anemiya var, yəni müxtəlif defisitlər var. Burada dəmir defisiti ola bilər, foltur suyun defisiti ola bilər və s. Onlar bolluca çuğunduru istifadə edə bilərlər. Hətta deyərdim, çuğundur bizim qaraciyarımızın detoksudur. Nəyə görə? Çuğundurun tərkibində olan liflər bizim bədənimizdə olan müxtəlif toksinləri detoks edir. Eyni zamanda detoksla bərabər qaraciyar fəaliyyətimizi bərpa edir. Kimdə ki qəbizlik var, gündə bir ədəd çuğundur yeyərkən siz rahatlıqla, təbii yolla, dərmansız qəbizliyi aradan götürürsünüz. Öd qovucu effektə malikdir, hepatoprotektiv effektə malikdir və təbii ki, qan azlığını da aradan götürür. Odur ki, hamiləlik dövründə bolluca elə çuğundurdan siz də istifadə edə bilərsiniz. İndi isə istəyirəm reyhan haqqında danışım. Görürsünüz ki, rəngi necə fərqlidir. Təbii ki, çox insanlar ağ reyhan da görür, yəni yaşıl reyhan və mən bu günləri isə qırmızı reyhan haqqında danışmaq istəyirəm. El arasında bu reyhana qırmızı reyhan deyirlər. Amma görürsünüz ki, bu reyhanın tərkibində həddən artıq çox antisianid olduğuna görə rəngi necə zəngindir. Bundan müxtəlif salatlar, bundan müxtəlif çaylar, şirələr istifadə edərkən bu çox gözəl detoks effektə malikdir və dediyim kimi necə ki antioksidant effekti verir, elə də beyin qan dövranına müsbət təsir göstərir. Periferik qan dövranına, yəni əllərdə, ayaqlarda olan, gözlərdə olan, böyrəkdə olan qan dövranına müsbət təsir göstərir. Eyni zamanda kapilyardalarda olan gərginliyi aradan götürməklə trombozların yaranmasının qarşısını alır. İstəyirəm soğan haqqında danışım. Təbii ki, var ağ soğan, var qırmızı soğan. Qırmızı soğan növü daha çox salatlara istifadə olmağı məsləhət görürəm. İstiliyə düşdükdə, temperatur yüksəklikdə tərkibində olan polifenollar parçalanır. Bu da təbii ki, onun faydalı təsirlərini azaldır. İndi isə istəyirəm qara gavalı haqqında danışım. Qara gavalı nə edir? Tərkibində həddən artıq çox kali var. Kali və kalsi bizim ürək damar sistemimizə müsbət təsir göstərir. Gərginliyi aradan götürür və eyni zamanda maqni olduğuna görə öd kisəsində olan durğunluğu aradan götürür. Kimdə ki qəbizlik var, onlar gündə 2 qara gavalını axşam yatmamışdan qabaq qəbul edirlər və qəbizliyə yox deyirlər. Mənim əzizlərim, onu da vurğulamaq istəyirəm ki, bundan öncə vurğuladığım kimi bütün bu meyvə tərəvəzlər bizim menümüzdə olmalıdır. Biz əgər sağlam qidalanmanı nəzərdə tuturuqsa, deməli bütün rəngli meyvələr süfrəmizdə olmalıdır. Heç olmasa 3-5 fərqli rəngdə meyvə tərəvəz bizim masamızda hər gün olmalıdır. Bənövşə rəngli meyvə tərəvəzlər bizim beyin fəaliyyətimizə təsir göstərir və damar sistemimizi bərpa edir. Burada həm periferik qan dövranına, həm mərkəzi qan dövranına müsbət təsir göstərməklə təbii ki, qocalmanın qarşısını alır və ürək, damar sistemində olan xəstəliklər, burada infarktdır, insultdur və digər xəstəliklərinin qarşısını alır. Eyni zamanda beyin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir, eyni zamanda intellektual qabiliyyəti artırır, Alzheimer və digər beyin xəstəliklərinin qarşısını alır və hər zaman yaddaşımızı bərpa edir. Əgər gözəl, cavan, parlaq dərini əldə etmək istəyirsinizsə, siz də bənövşə rəngdə bütün meyvə tərəvəzdən bolluca istifadə edin, hər zaman sağlam olun. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti bölümlərdən xəbərdar olmaq üçün bizi izləməkdə olun.